Deməli 14-cü əsrdən etibarən şərq xalçaları rəssamlıqda görünməyə başladı. Rəssamlar bu xalçaları masaların üzərində, eyvanlardan asılmış halda, altarların önündə təsvir edirdilər. Maraqlı olan budur ki, erkən dövr xalçalarının daha çoxu rəsmlərdə saxlanılıb, nəinki real həyatda. 17-ci əsrdən əvvəl toxunmuş xalçalarının çox az nümunəsi bu günə qədər çatıb. Buna görə də sənət tarixçiləri uzun illərdir ki, xalça dizaynının tarixi dəqiq bilinən Avropa rəsmlərinin əsasında yenidən qururlar. Bu baxımdan ilhamverici nümunələrdən biri Domenico di Bartolo'nun əsəridir. Burada çox məşhur Çin mənşəli Feniks və əjdaha motivləri ilə bəzədilmiş iri bir xalça görünür və eyni dövrə aid çox oxşar Feniks əjdaha xalçası bu gün də Berlində muzeydə saxlanılır. Çox gözəl xalçadır. Maraqlıdır ki, bəzi xalçalar isə onları təsvir edən rəssamlarının adı ilə tanınmağa başlanıb və mən iki çox gözəl nümunədən danışmaq istəyirəm. Bir əsər var, Hans Memlingin Çiçəklər dolu küplə Natürmort'u. Bu əsərdəki əks olunan xalça Qarabağ məktəbinə aid olan Muğan xalçasıdır. Çox maraqlıdır belə flamand rəssamlığı və Qarabağ toxuculuğu arasında möhtəşəm bir dialoq yaranıb və çox maraqlıdır ki, Muğan xalçasının orta ornamenti Hans Memling adı ilə daha çox tanınır. Digər Reels'da Kriveli ulduzu haqqında danışacağam. Rəsmdə yaratdığım ən mənalı işlərindən biri.